Bir arif müdrik şəxsin yanında 2 nəfər mübahisə edirdi. Onlar həmin müdrik şəxsə müraciət etdilər ki, mühakimə etsin. Onların hansının haqlı olduğunu desin. Arif müdrik şəxs dedi: İkiniz də haqlısınız. Bu zaman məclisdə olan 3-cü bir adam əsəbləşdi. Necə yəni? Hər ikisi haqlıdır. Bu ola bilməz axı. Arif 3-cü şəxsi də dedi: Sən də haqlısan. Narahat olma. Sual. Həmin bu arif şəxsin bu cür davranışı onları ələ salmaqdır, yoxsa laqeydlikdir? Xeyr əzizim, heç biri deyil. Nə laqeydlikdir, nə də onları ələ salır. Bu bir yanaşma tərzidir. Bəzi insanlar barışdırıcı mövqeyədədirlər. Çalışırlar mübahisələri yatırtsınlar, problemləri həll etsinlər. Bəzi insanlar isə problem olmayan yerdə problem yaradırlar. Arif müdrik şəxs birincilərə aiddir. Mən özüm şəxsən müşahidə eləmişəm Azərbaycanımızda, Bakımızda belə arif müdrik şəxsləri. Onlar mübahisələri yatırdılar. Bəzən mübahisə edən şəxslərə mühakimə etməmək lazımdır. Çünki onda həmin mübahisəyə mühakimə etməsək problem həll olur, yatır. Tufan yatır. Lazım deyil biz hər yerdə fikir bildirək, kimin haqlı və yaxud kimin haqsız olduğunu deyək. Lazım deyil. Ümumiyyətlə insanlar 2 tipə bölünür. Bəzi insanlar təpədən dırnağa qədər qadağadılar, onu etmə, bunu etmə. Bəzi insanlar isə çox aramdılar. İkinci insanların qadağaları həyatda azdır. Onlarla ünsiyyət qurmaq o qədər rahatdır, asandır. Yenə də deyirəm, mən elə insanlarla ünsiyyətdə olmuşam və o insanlardır cəmiyyətdə barış yaradan insanlar.